Ya Allah. Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 23 iyun 2026-cı il. 1 iyun 2026-cı ildə buradaki gözəlçəni izolyatora almışdım və sizinlə paylaşmışdım. Bugünə qədər bu arı ailəsi açılmayıb. Söz vermişdim ki, ana arının ölüsünü və yaxud dirisini sizinlə paylaşacağım. Uzatmayaq, keçək bu gözəlçəmizi bugün biz azad edəcəyik və bal kəsəcəyik. Hər il paylaşıram, yenə də ənənəvi olaraq sizə məlumat çatdırıram. Ana arını izolyatora almaq üçün mütləq arı ailəsi güclü olmalıdır. Ən azı bir 9-10 çərçivə arı sürfəli çərçivə olmalıdır ailədə ki, siz bu ana arını izolyatora ala biləsiniz. Ən yaxşı 25 gün ərzində ana arını azad etmək lazımdır və balınızı götürmək lazımdır. Bunun gözəlliyi odur ki, qardaş, bal olmayan dönemdə də siz balınızı kəsə bilirsiniz. Bəzi çərçivələr bal olur, amma aşağısında sürfələr olduğuna görə bal çıxarmaq çox çətin olur arı ailəsində. İkinci, ən gözəl xüsusiyyəti, bütün arı ailələrində qaralmış, könəlmiş şanlar olur. Bunu heç bir arıcı deyə bilməz ki, onda yoxdur. Baxın, ən gözəl xüsusiyyəti də odur ki, burada heç bir sürfə olmayacaq. Qaralmış, yararsız şanları da süzüb, onları çıxdaş eləmək ən gözəl bir yoludur. Varroadan da ailəni xilas eləmiş olursunuz və arı ailəniz də sağlam inkişafa davam edir. Getdik. Biri 06'sı 2026. Evvel biraz küstü. Əsas bizə vacib ana arıdır ki, görək bu ana arı sağdır yoxsa yox. Bismillah. Yadınızdadırmı bu çərçivə yeni hörülmüş çərçivə idi. Mən buradan bir ədəd ballı çərçivə götürdüm. Boş çərçivəyə ana arını yerləşdirdim. Deməli, gözəllər gözəlimiz yerində, heç bir problem olmayıb, heç bir dəyişməyə də cəhd etməyiblər. Qoy qalsın, biz də yavaş-yavaş balımızı götürək. Çıx gözəllər gözəli.
Çık get. Ay maşallah. Get balalarımın yanına yeri. Karnika Perner 2024. Çık görək. Get, sana yaxşı yox.